Qulaq asın. Atabəylər dövləti. İnşallah. Qulaq asın. Aydın. Sana istədim. O gözləyəcəm. Ama istəyirəm. Yox, elə deyəcək, sən istəyirəm. Yaxşı görmür. 1136-1225-ci illərdə. Atabəylər dövləti inşallah 1136-1225-ci illərdə mövcud olmuşdur. Baxın, o dövrdə bəzi sərkərdələr var idi ki, onlar İraq Səlcuq sultanlarının xidmətində çalışırdılar və onlara ümumiyyətlə Atabəy titulu verilir. Atabəy sultanın oğlunun tərbiyəçiləri, Atabəylər adını daşıyırlar. 1136-cı ildə Atabəy Şəmsəddin yerlərimiz deməli Arranın iqt olaraq alır, iqt olaraq. Sultan İbn Toğrul iqt olaraq deməli Arran vilayətini Atabəy Şəmsəddin elinizə verir. Deməli Şəmsəddin Amma qanunlar. və Şəmsəddin Eldəniz 1136-cı ildə Atabəylər dövlətini yaradır. Deməli, Atabəy Şəmsəddin Eldənizdə Arranın ilk təkvir verilməsindən istifadə edərək paytaxtı Naxçıvan olan Azərbaycan Atabəylər dövlətini yaratmışdır və 1136-1175-ci illərdə özü dövləti idarə etmişdir. Bir də uşaqlar bilməli olduğumuz 1160-cı ildə bu Şəmsəddin Eldəniz Böyük Atabəy titulu olmuşdur. Böyük Atabəy. Böyük Atabəy titulu almışdır. Ona görə ki, oğulluğu Arslan Şahı İraq Səlcuq Sultanlığında deməli çıxartmışdır, sultan çıxartmışdır. İraq Səlcuq Sultanlığında sultan taxtından çıxartmışdır. Beləliklə dövləti həm də onun adından idarə edir. İraq Səlcuq Sultanlığının da idarəsi onun əlindədir. Biz dedik ki, İraq Səlcuq Sultanlığı uşaqlar yaranmışdır Səlcuq dövlətinin parçalanması nəticəsində. Yəni Sultan Səncərin dövründə 1118-1157-ci illərdə parçalanması nəticəsində yaranmışdır. Atabəy Şəmsəddin Eldəniz deməli paytaxtı Naxçıvanda Atabəyləri yaratdı, Böyük Atabəy titulu aldı və onun dövrü üçün əsas xarakterik xüsusiyyətlər nələrdir? Biz əvvəlki mövzunu keçdik. Şirvanşahlar dövlətini müdaxilə edərək 1-ci Axistan taxta çıxardı və Şirvanşahlar da özünü tabi etdiyi üçün bütün Azərbaycanı Atabəylər öz hakimiyyəti altında birləşdirmişdir. Bundan başqa 50 minlik daimi nizami ordu yaratmışdır, Gürcüstana dəfələrlə yürüşlər etmişdir. Gürcüstana yürüş demişkən 1139-cu ildə Gürcü Sarı Devletli Gəncəyə hücum edir. Gürcülər. Və buradakı 1139-da zəlzələ olur Gürcüstanda, daha doğrusu Gəncədə. Və Gürcü Sarı Devlet Rəcəb bu zəlzələdən istifadə edərək gəlir Gəncəyə. Gəncənin qala qapıları var idi, yadınızdadır. 1063-də Əmrəsvar Şahlı düzəltdirmişdi, Şəhdadə Kürdar. O Gəncənin qala qapılarını sürküb aparır Gürcülər. Aparırlar Gürcüstanda Gerat monastırında, hələ də saxlanılır. Hələ də. 1161-ci ildə Gürcülər hücum edərək Ani şəhərini tuturlar. Anini tutur. Gürcülər. Buna cavab olaraq 1163-cü ildə Atabəy Şəmsəddin Eldəniz Naxçıvan döyüşü Naxçıvan döyüşündə Gürcü Sarı 3-cü Georgiyini məğlub edir və 1164-cü illərdə Dəbil şəhərini də Dəbili azad edir Atabəy Şəmsəddin Eldəniz. Son olaraq son Gürcüstana bağlı məsələ isə 1175-ci ildə oğlu Məhəmməd Cahan Pəhləvanı Gürcüstana yürüşə göndərir, lakin sonra özü ölür yəni 1175-ci ildə. Eldənizdə əsas bir məlumatlarımız vardır. Böyük Atabəy titulu daşımışdır, paytaxt Naxçıvan olan Atabəyləri yaratmışdır. 1139-cu ildə Gürcülər Gəncəyə hücum etmişdilər, Gəncədəki zəlzələyə.
görən və buradan Gəncənin qalaqatlarına aparmışdılar. 1161-ci ildə Eldənizlərin dövründə Gürcülər Ani şəhərini tutub, 63-cü ildə Naxçıvan döyüşündə Naxçıvan döyüşündə Eldənizlər Gürcüləri məğlub edir, 3-cü Gölcük. 64-də də Dəbili azad edirlər. Bundan sonra hakimiyyətə gəlir Məhəmməd Cavan Pəhləvan. Bu sən bayaq dediyin bu idi, hə? Cavan Pəhləvan. 1175-1186-cı illərdə hakimiyyət oldu Məhəmməd Cavan Pəhləvan. Bu hakimiyyəti dövrü üçün əsasən bizlər uşaqlar Məhəmməd Cavan Pəhləvanın Atabəyin ortaq cəhətlərini deyir. Ortaq cəhətlərlə 50 min daimi nizami ordu yaratması və Gürcüstana yürüşlər. Deməli, buna dair ki, 50 minlik ordu Həmişə podcast keçirsən. Bəli, birinci, üçüncü saatlısı. Sən neçə gün gələcəksən? 3-4. 5 yarım. Gəl mənə bakır. Neçə yerdə keçsiniz? 15 demir. Hə? Deyirəm ki, qalxın ayaqda. Bugün 3-cü gün. Sən 3-4, 2 gün. 4-cü gün mənim okulda keçər. 4-cü olsun mənim okulda. Ha, 50 min ordu. Ama yapmış. Uşaqlar, Məhəmməd Cavan Pəhləvan qorasın. 50 min ordu yaratdı, Gürcüstana yürüşlər elədi, paytaxtı Həmədana köçürdü, İranın bir sıra ərazilərini deməli Məhəmməd Cavan Pəhləvan tutmuşdu. Sonra biz əsas burada deyirik ki, əhəl məlikliklərini Eldənizlərin adının pulu zərb etdirmişdi. Bir də ən vacib şeylərdən biri Təbrizi Aksunqurilərin əlindən almışdı. Təbriz şəhərini Aksunqurilərin əlindən almışdı. Onun dövründə Aksunqurilər nəsil sülalədir. Onun dövründə qardaşı Qızlarslanı Azərbaycanın idarəsini tapşırmışdı və oğlu Əbubəkirin Atabəyi təyin etmişdi, qardaşı Qızlarslan. Məhəmməd Cavan Pəhləvandan sonra hakimiyyətə gəlir Qızlarslan. 1186-1191-ci illərdə. Qızlarslan üçün ən çox bilməli olduqlarımız Şirvanşahlar dövlətində birinci Axistan idi də onda. Titul qaldı. O deyəcəm, hə. O hakimiyyətdən yayınır, deməli Atabəylərə tabe olmaqdan yayınırdı. Ona görə Şirvanşah birinci Axistanı yenidən tabe edir Atabəylərə. 1190-cı ildə Həmədan döyüşündə Həmədan döyüşündə İraq Səlcuq Sultanı, Sultan Toğrulu, 3-cü Toğrulu və oğlanlarını məğlub etmişdi. 1191-ci ildə isə xəlifənin razılığı ilə özünü sultan elan etmişdi. Lakin 1191-ci ildə deməli Səlcuq əmirləri feodalları tərəfindən sui-qəsdlə öldürülmüşdü. Uşaqlar, bundan sonra gəlmişdi Əbubəkir və ən axırıncı isə Özbək oldu. Əbubəkir 1191-1210-cu illərdə hakimiyyət oldu. Əbubəkirin dövrünə aid 3-4 dənə şey bilməkdir. Birincisi, 1194-cü ildə Xarəzmşah Təkəş gəlib Xorasanı, Xarəzmi və digər bu əraziləri alıb. 1197-ci ildə isə yenə Həmədan döyüşü. Baxın, bu ikinci Həmədan döyüşüdür. Həmədan döyüşündə Xarəzmşahları... Dördüncü gün burada heç kəs olmur, hə? Dördüncü gün məncə olmur. Qızlardan öpərlikdən zaten heç kəs yoxdur. Onda dördüncü gün bura gələk, hə? 1197-ci ildə Həmədan döyüşündə isə uşaqlar, Həmədan döyüşündə Xarəzmşahları məğlub edir və o tutduğu əraziləri, Xarəzmşahların tutduğu əraziləri yerinə müstəhkimə gətirir.
Əbubəkir dövrü üçün xarakteri xüsusiyyətli. Testdən çox düşən bilər. Əbubəkir dövrü üçün soruşsa, dövlət daha zəifləməyə məruz qalır. O və onun varisinin dövründə isə dövlət süquta doğru gedir. Sonuncu isə Özbəkdir. Qoyub qalsın da Özbək. Ay son, hə. 1210, 1225. Özbəyin dövrü Atabəylərə aiddir. Hə. Özbəyin dövründə uşaqlar dövlət daha da zəifliyir, parçalanmağa məruz qalır və nəhayət 1225-ci ildə Xarəzmşah Cəlaləddinin yürüşü nəticəsində süqut edir. Özbəyin dövründə birdən nə düşür? Monqolların birinci yürüşü. 1220-22-ci illərdə Monqolların birinci yürüşü Özbəyin dövründə düşür. 25-ci ildə isə Xarəzmşahlar tərəfindən Cəlaləddin Xarəzmi şeydir. Sultan. Xarəzm uşaqları. Xarəzmşahlar Mərkəzi Asiya dövlət idi. Bir də uşaqlar 11-12-ci əsrlər mədəniyyəti mövzusudur. 11-12-ci əsrlərdə Azərbaycanda intibah dövrünün ən yüksək səviyyəsidir. Orada Qətran Təbrizi var, Xətib Təbrizi var, Eynül-Gözət Miyanəti və müxtəlif şəxslər var. Onları adlarını bilsəz yaxşı olar. Məsələn, keçən ilin qəbul sualında tarixçilər düşmüşdü. Yəni bu dövrün intibahın adamlarından düşməmişdi. Amma intibah dövrünün şəxsiyyətlərindən kimləri bilməlisiniz? İbrahim Osmanoğlu var. Məsələn, Gəncən qala qapılarını düzəldən, Məsud Davudoğlu Qız qalasının memarıdır. Bir də Əcəmi Naxçıvanski var ki, Naxçıvan memarlığının banisidir. Bunları mütləq bilmək lazımdır. 11-12-ci əsrlərin abidələri hansılardır? Məsələn, müdafiə tikililəri var. Bakıda Qız qalasıdır, Mərdəkan qalasıdır, Ağsu çay sahilində Buğur qalasıdır, deməli, və Şamaxıda isə Gürcüstan qalasıdır. Bu dördünü mütləq bilmək lazımdır. Bakıda Qız qalası, Mərdəkan qalası, Ağsu çay sahili Buğur qalası, Şamaxıda Gürcüstan qalası. Bir də 11-12-ci əsrlərin məscid və məqbərələri var. O hansılardır? Onu da deyəcəm. 1078-1179 Bakıda Sınıq qaladır, Marağada Göy Gülbəzdir, Culfada deməli, Culfada nə idi? Marağada Göy Gülbəzdir, sonra nə dedik? Ərdəbildə Cümə məscidi 11-ci əsr, Bakıda da Sınıq qala məscididir. Deməli, bunlardır. Sonra bir də var Naxçıvan memarlığı. Bax, bu sən dediyin, Naxçıvan memarlığına nələr aiddir? Əcəmi Naxçıvanskinin tikdiyi abidələrdir. Darülmülkdür, Mövlə Xatundur, Qoşa Minarədir, Yusuf ibn Küseyirdir, Naxçıvanda Cümə məscididir. Bunlar da hamısı Naxçıvan memarlığı sayılır. İmtahanda sırf, məsələn, Naxçıvan memarlığı soruşsa əladır. Çünki 5 dənə abidədir. 11-12-ci əsrlərin məscidlər, məqbərələr soruşsa da bilməlisiniz. Bir də 12-ci əsrin müdafiə tikililər soruşsa da bilməlisiniz. Mən bir dənə video atmışdım Instagram'a keçən, bəlkə uşaqların yadında 12-ci əsrin abidələrini yadda saxlamaq üçün. Onu tezdən atarım qrupa, baxarsınız. Mıdı olar, başqa. Hə? Mıdı var idi. Hə, ay sağ ol. Yadında qalır. Ay, orada yazın. Bir də var.